Hər vaxtınız xeyir olsun dostlar. Xoş gördünüz kanalımda. Birləri Türkiyə Süper Liqasında 16-cı turun son oyundayıq. Həftənin bazar ertəsidir. Fenerbahçe Konyasporundayıq. Dünən Trabzonspor Beşiktaşla oyunda xal itirdi. 1-2 xal itirdi. 3 bərabərə qaldı. Çox yaxşı, maraqlı oyun oldu. Galatasaray ondan bir gün qabaq 4-1 qələbə qazandı Antalyaspor qarşısında. Günlərdə Fenerbahçe Konyasporu qəbul edir öz meydanında. İnşallah günlərdə Fenerbahçe xal itirər. Fərq eləməz 1 xal, 3 xal. Xaldır. Nə qədər itirsə o qədər yaxşıdır. Maraqlı bir oyun olar. Hakimlərin danışılmadığı. Dünən Beşiktaşın oyunu video çəkmədim, Beşiktaş Trabzon oyununa. Orada da hakim çox danışıldı, çox səhvlər oldu. İnşallah günləri burada da olmaz. Yenə olur, amma nə qədər desək yenə olur. Oyun başlayır. Keçər oyuna keçməmişdən qabaq olsa kanalıma abunə olun, videolarımı bəyənin, fikirlərinizi yazın, bildirimləri açın ki, paylaşdığım videoları görəsiniz və izləyəsiniz. Keçər oyuna dostlar, görə necə olacaq, inşallah yaxşı olacaq. Amma 11-də John Duran'dır. John Duran'dır günlər 11-də. El Nesiri yoxdur. Dünən də o birisi gündə Osimhen'i El Nesiri tutmuşdu. El Nesiri kimi hərəkət deyildi. Qapıya topla vuramırdı. İnşallah günlərdə John Duran o da El Nesiri kimi eləyər inşallah. Keçək oyuna dostlar. Kanalıma abunə olun, videoları bəyənin. Dostlar 23 dəqiqədir oyun gedir. 23 dəqiqədir oyun tam Fenerbahçe'nin üstünlüyü ilə gedir. Yəni deyirsiniz ki, belə Fenerbahçe'nin üstünlüyü ilə gedir. Fenerbahçe çox yaxşı oyun oynayır. Yenə də yaxşı oyun oynamır. Bax hələ penaltı gözləyir Fenerbahçe. John Duran 4 dəfə pulu vurdu yerdə. Baxaq indi görək nə qərar verəcək. Fenerbahçe'nin üstünlüyü gedir. Topla çox oynayır Fenerbahçe. Təhlükəli bir 2 dənə atak oldu, amma yine Fenerbahçe yəni bu heyətinə görə artıq 23 dəqiqə bir 2 dənə 3 dənə gol vurmalıydı. Yəni 2 dənə 3 dənə olmasına en azından bir 2 top vurmalıydı. İndi görək burada bir görsəsinlər görə penal var yoxsa yoxdur. Yaxından məncə penal ola bilər. Ayağına buradan zərbə var, məncə penal ola bilər. Yəni Fenerbahçe penal verə bilər, var çağırsa. Hakim vermədi. Hakim penal vermədi. Görə vardan qərar gələcək yoxsa. Görə var nə deyəcək. Mənim fikrimcə o penal ola bilər. Çünki John Duran topu ilə vurdu topa. Konyaspor oyuncusu onun bu arxa tərəfdən ayağına vurdu. Ola bilər penal. Bu kontrolsüz topa girməydi fikrimcə Konyaspor oyuncusu. Penal ola bilər. Hələ var bir söz demir hələ. Çox izləyirlər, var çox izləyirlər. Bu çağırdı desən. Çağırdılar bara. Mənim də fikrimcə penaldır bu. Var da izlədi. Var da çox izlədi və penal verəcək fikrimcə. Yəni var çağırdı, penal verəcək. Hakem işaretini verdi. Talisca topun üzerine geliyor. Anderson Talisca geldi. Vurdu, gol attı. Top ve kaleci aynı köşelerde Talisca. 1-0. Fenerbahçe 1 Konyaspor. Penal da mənim fikrimdə təmiz penaldır. Orada başqa bir şey deyiləcək bir söz yoxdur. Topuğa kontrolsüz topuğa vurmuşdu John Duran. Orada var çox prosta baxdı, izlədi. Penaldır o. Təmiz penal. Talisca'nın ikinci bilinir də. O altdan da həmişə o ikinciyə vurur. Turan da prosta bəlkə də tuta bilməzdi. Elə yerə vurdu. 1-0. 27. dəqiqə Fenerbahçe 1 Konyaspor 0. Peyser Allah'ım bu Konya kimi komandalar belədirlər. Birinci topu buraxandan sonra həvəsdən düşürlər.
bütün oyun kontrolünü itirirlər. Sonra ikinci gol gəlir. Üstündən 1 dəqiqə keçdirsə, bir dənə gol gəldirsə asıldı. 2-0. Sizin oyununuzda mən. 2 dakika içinde kalelerinde 2 gol gördüler. Ya Fenerbahçe udmalıydı. 27 dəqiqə çok vaxtı. Yani 0-0 bu kadar getdi. 27 dəqiqə 0-0 oynayırsa çox deyil. Fenerbahçe kimi belə heyəti olan, belə rotasyonlu oyuncuları olan komandasının bu kadar uzun süren 0-0 qalmaq yani yaxşı deyildi. Belə oyuna yaxşı da başladı ama çok yaxşı başlamadı. Topla çok oynadı ama yine de golü vurdu. Fener şey belə Anadolu komandalarının çoxu belədir. Birinci topdan sonra birinci topu bırakandan sonra həvəsdən düşürlər, ya oyundan düşürlər. İkinci o topda ardıcı gələr, 3 də ola bilər. O ki həvəsdən düşürlər. Bundan sonra Konyaspor'un 2 top vuracağı, nə bilim, yani 2 top vuracaq kimi oynamır. Talisca'ya şut şansı. Talisca süper gol. Nefis bir gol. Anderson Talisca. Yaman vurdu Talisca. 3-0. 7. dakika. Noktalardan biri kaleye baktı. Bahadır'ın sağına uzak köşeye. İngilizlerin ikinci. Talisca çok qəşəng vurdu. Anderson Talisca. Çok güzel topu fırlattı qapıya. Bayaq dediyim kimi, birinci golunu bıraxdıqdan sonra gol arda-arda gələcək 3-0. Baxmalı maraq yoxdur. İlerleyi önce geçemedi. Ya bundan sonra 3 tane vuran da yok Konyaspor. Ona döndü. Talisca Konyaspor bir tane vurana da oxşamır bu oyunda. bir düzeltti. Qəşəng fırlattı. Gol attı yarışı. Bu gola heç nə demək olmaz. Çox qəşəng. Harikulade bir faul vuruşu. 3-0. Fenerbahçe 3, Konyaspor 0. Attığı bu golle Fenerbahçe'de Süper Lig'de çıkan müdahale geldi. Derken iptal bitti. 3-0 bitti dostlar. İlk hissə Fenerbahçe 3, Konyaspor 0. İlk hissə Fenerbahçe'nin tam üstünlüğünden keçdi. Birinci o penalda Konyaspor'un müdafiəsini elədi. Böyük səhv. Hər şey dəyişdi. 1-0'dan sonra Konyaspor həvəsdən düşdü və ikinci, üçüncü gol gəldi. Son saniyələrdə Asensio'nun cərimə zərbəsindən vurduğu top dirəkdən döndü. 4 də ola bilərdi. Fenerbahçe ikinci hissəni belə oynasa məncə 5 də ola bilər, 4, 5, 6 da ola bilər. Belə oynasa, yəni birinci hissədə oynadığı oyunu, yox oynamasa elə 3-0 və ya da Konyaspor bir dənə vura bilsə, vurana da oxşamır. Bir top vuracaq oyunu da oynamır. Yaxşı oynadı Fenerbahçe birinci hissəni. İkinci hissədə görə nə olacaq dostlar? Kanalıma abunə olun, videoları bəyənin. İkinci hissədə görüşərik dostlar. Dostlar ikinci hissənin əvvəlidir. İkinci hissənin 48-ci dəqiqəsidir. Bu Konyaspor'da Uğurcan var, sağ cinah müdafiəsi. Konyaspor'un oyununa yəni zad elədi də, demək istəmirəm. Konyaspor'un oyunun içinə onsuz bir oyun oynamırdı Konyaspor. Bu penal elətdirdi. Şu anda Səhv elədi, Kerem vura bilmədi. Kerem biraz vursaydı, yaxşı vursaydı goludur. Nə bilim, o üçün bu oyunda püskünə qoydu da bu oyunda. Bütün toplarda oyuncularını qaçırtdı, buraxdı, saxlaya bilmədi. İndi də cərimə zərbəsindən bir dənə Fenerbahçe'yə qazandırdı. Və bu günləri Uğurcan Konyaspor'un oyununa məncə çox təsir elədi oyunu ilə. Yəni çox pis oynadı. Məncə dəyişilməli, birinci hissədə çıxmalıydı o. Birinci hissə qutarandan sonra çıxmalıydı. Bəlkə dəyişdirmədi. Deməli, dostlar, 70 dəqiqədir. Fenerbahçe birinci hissədə oynadığı oyunu oynamır. Hücuma da çıxa bilmir. Hücuma çıxdığı vaxtı artıq topu itirirlər. Neçə və Kerem itirib topu. İndi gəlir Fenerbahçe. Konyaspor yaxşı oynayır. Biraz ikinci hissəni yaxşı başlayır. Birinci təhlükəli zərbəni də Konyaspor elədi. Amma gol vura bilmir. Yəni, Konyaspor oynayır daha çox topuna, daha çox hücuma çıxır. Fenerbahçe kontraya bel bağlayıb, kontraya çıxması 3-0'dır, rahat oynayır. Amma bundan sonra 3-0'dan sonra dönəcəyini düşünmürəm. Bir dənə gol da
bir gol vuracağını da düşünmürəm şeyin Konyasporun. Amma topla ikinci hissədə daha çox Konyaspor oynayır. Semoni. İçeride. Oğuz çevirdi içeri kale alanına. Kaleden döndü şut gol. Asensio. 87. dakika. İyi oynanan Muhammed istiyor. Marco Asensio. 4-0. İkinci hissədə Fenerbahçe öz kontrolündə oynadı. Baxmayaraq ki, Konyaspor topla çox oynadı. Epizodlar da tapdı gol vurmağa. Şansları da oldu, vura bilmədi. Yəni elə oyun gedirdi ki Konyasporda. Yəni gol yəni gözləmirsən də gol vursun Konyaspor. Atakaları vardı, yəni hücumları vardı, zərbələri də vardı qapıya, amma nə bilim Konyaspor 5 oyundur onsuz qələbə qazanmır. Bu da oldu 6. 4-0 Fenerbahçe təmiz qələbə. Rahat qələbə qazandı. İkinci hissəndə bax rahat oynadı. Topu verdi ikinci hissənin Konyaspora. Özü kontrollarla çıxmağa çalışdı, çıxa bilmədi. Çıxdı 1-2 dəfə, itirdi topu, amma 90-cı dəqiqədə çıxdı kontroldan. Qapıçının da səhvi vardı. Məncə burada Konyasporda ən böyük səhv Uğurcan var, sağcıdan müdafiəçi. Ən böyük səhv onundur. Yəni bu günləri Konyasporun 4-0 uduzmağının ən böyük səbəbkarı məncə odur. Onun yaratdığı penaltı məsələni məncə həll elədi. Ondan sonra da oyunda çox səhvlər elədi. Topla oynaması, topla çıxması çox böyük səhvlər oldu və nəticədə 4-0. 88-ci dəqiqə. 88-ci dəqiqə 4-0. Fenerbahçe 4, Konyaspor 0. Galatasaray'ın da xal fərqi düşdü yenidən 3-ə. Oyun bitti dostlar. Oyun bitti. Fenerbahçe 4-0 rahat qələbə qazandı. Birinci hissədə 3 top, ikinci hissənin 88-ci dəqiqəsində Asensio'nun qoluna 4-0 qazandı. Konyaspor bir oyun oynamadı açığı. Yəni Konyaspor Fenerbahçe'ye qarşı bir oyun göstərmədi. İkinci hissədə biraz onda Fenerbahçe imkan yarattı oynamağa Konyaspora. Bir 15-20 dəqiqə Konyaspor topla oynadı. Fenerbahçe oturdu arxada, kontralara çıxmağa çalışdı. Bəzən çıxa bildi, bəzən çıxa bilmədi. Sonda yaxşı çıxdı və qapısının da səhvi vardı orada. Asensio vurdu, 4-0 oldu. Rahat qələbə. Mənim fikrimcə bu günləri Konyasporun 4-0 məğlub olmasının ən böyük səbəbi, yəni səbəbkarı, yəni yenə də deyirəm, sağcınan müdafiəçisi Uğurcan. Uğurcanın çox böyük səhv oldu əsasən də penalda. Penalda mənim fikrimcə yəni düzgün qərarıdır, penaldır orada. Durana elədi hərəkətdə və nəticədə penal verdi. VAR-a getdi, VAR-dan penal verdi və 1-0-dan başladı. Ondan sonra oyunda da səhvləri oldu və rahat qələbə qazandı. Galatasarayla xal fərqi düşdü 3-ə. İlk dövrənin bir oyunu qalıb, bilmirəm Konyaspor, Galatasaray, Fenerbahçe kimlə oynayacaq. Onu dəqiq bilmirəm. Yəqin ki rəqib meydanda, deplasmanda oynayar. Galatasarayda bir oyunu qalıb. 3 xala düşdü. Trabzonspor dünən bərabərə qaldı. İkinci sıraya çıxdı Fenerbahçe. Trabzon düşdü 3-ə. Rahat oldu, qələbə qazandı. Təbrik eləmək lazımdır Fenerbahçeliləri. Yəni burada başqa deyiləcək bir şey yoxdur. Buranla oyunda da rahat qələbə qazanmışdı. 4-0, burada da 4-0. Belə istəməzdi qələbə qazansın, amma Konyasporun yəni o gücü yoxdur da. Konyaspor 5 oyundu, bundan 6 oyun oldu, qələbə qazana bilmir. Burada bitirək dostlar videomuzu. Kanalıma abunə olun, videolarımı bəyənin, yorumlarınızı yazın, bildirimləri açın. Orada bildirim işarəsi var. Video cınk edir, basanda cınk edir. Onu basın, yeni videolar paylaşanda sizə bildirim gəlsin və videolarımı izləyəsiniz. Əsasən də abunə olun və videolarımı izləyin dostlar. Sağ olun, görüşərik.